Allahümme inna nes'eluke ve ned'uke bismikel azimil azam el-azzil ecellil ekrem ve bil Hüseyni ya Allah. Ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma, amin deyən dilləri lal öldürmə, bağışlamamış bizi bu dünyadan aparma, şər'i olan hacətlərimizi rəva elə. Bu orucluğu bizə axır orucluq qərar vermə. Bu ayda elədiyimiz ibadətləri, duaları, naqis, naqabil əməlləri bizdən qəbul elə. İltiması dua eləyənlərin hamısının hacətlərini rəva elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Bütün çətinlikdə olanların çətinliyini yədi qüdrətindən həll elə. İmam Hüseyin əleyhissalamın bu dünyada elə bu il tezliklə ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. Dünyada məsumların ziyarətindən, axirətdə şəfaətlərindən bizi binəsib eləmə. İlahi, verdiyin nemətlərin qədrini bilməyə bizi müvəffəq elə. Verdiyin nemətləri əlimizdən alma. Şəhid olan əzizlərimizin ruhunu Kərbəla şəhidləri ilə məşhur elə. Ordumuzu, əskərlərimizi, övladlarımızı, zabitlərimizi hamısını düşmən qabağında möhkəm elə. Düşmənlərimizə qalib elə. Gələn günlərimizi keçən günlərimizdən xeyir elə. Əli əleyhissalamın ehtiramına xatir bizə də ən şərəfli, ən şərafətli ölümü nəsib elə. İmam Zaman ağanın zuhurunu tez elə.